O, İngiltərənin Denver qraflığında Amerika Birləşmiş Ştatlarına köçüb gələn zəngin mühacir ailəsindən idi cümləsi mətndəki hansı rəqəmin yerinə daha uyğundur? Biz bu cümləni məhz burada 2 olan hissəyə yerləşdirəcəyik. Çünki burada qeyd olunur ki, bir çox məşhur yazıçıların həyatı ilə maraqlananda bəlli olur ki, onların çoxunun uşaqlığı acınacaqlı və keşməkeşli olub. Agatanın isə bu cəhətdən bəxti gətirmişdi. Biz burada Agata ilə digər yazıçıların müqayisə olunduğunu görürük. Yəni öncə digər yazıçıların vəziyyəti, daha sonra isə Agatanın bu cəhətdən bəxti gətirməsi qeyd olunmuşdu və bizə verilən cümlə də o əvəzliyi ilə başlayır. O şəxs əvəzliyi ilə başladığı üçün biz yalnız bunu ikiyə yerləşdirə bilərik. Çünki öncədən Agatanın adı çəkilməlidir ki, ardıca gələn cümlədə də o şəxs əvəzliyi bizə söhbətin kimdən getdiyini tam çatdıra bilsin. Ona görə də cavabımız olacaq 2.